Limonu çuğundurun üzerine sıxın. Bəzi apteklər bunu bilməyinizi istəmir. İlk öncə çuğunduru təmizləyin və kiçik hissələrə doğrayın. Çuğundur dəmir və antioksidantlarla boldur, qara ciyəri təmizləyir, qan dövranını sürətləndirir və anemiyaya qarşı mübarizə aparır. İndi isə ananası kiçik hissələrə doğrayırsınız. Ananasın tərkibindəki bromelain fermenti toksinləri bədəndən ixrac edir, həzm sistemini bərpa edir və iltihabı da azaldır bədəndə. Eləcə də xiyarın yarısını doğrayırıq. Xiyar minbir dərdinin dərmanını təravətləndirir, üz dərisi üçün faydalıdır, böyrəkləri təmizləyir və bundan savayı da bədəndəki artıq ödəmi ixrac edir. Limonun suyunu da sıxırsınız. Limon orqanizma üçün möhtəşəm bir detoksdur, pH-ı balanslaşdırır və immun sistemimizi gücləndirəcək. Bunların hər birini blenderin içinə əlavə edirsiniz, üzərinə də 1 stəkan su. Gözəl qarışdırırsınız 1 dəqiqə ərzində. Bu arada dostlar, videonu like edib kanalıma abunə olmağı unutmayın. Burada yalnız faydalı reseptlərdir sizlər üçün. Bu möhtəşəm ilahi içkini 1 stəkan səhər tezdən ac qarnına içirsiniz. Bədəniniz tərtəmiz təmizlənəcək, enerji gələcək, dəriniz təravətli olacaq. Eləcə də mədə-bağırsaq sistemimiz yepyeni kimi olacaq. Əgər uzun zamandır da arıqlamaq, dümdüz qarına sahib olmaq istəyirsinizsə, mənim izləyicilərim kimi Instagrama direktə mənə hər biriniz arıqlama proqramı yazın, məlumat göndəriləcək, nəticəyə zəmanət verilir.